Müəllim, cənazəni gətirdilər. Səni gözləyirəm. Deməli, bu avtomobilin əvvəli barəsində sizə biraz məlumat verim. Avtomobil KAMAZ markalı avtomobillə toqquşub. Toqquşandan sonra əlbəttə ki, təmir eləməkdən ötürü ustalara müraciət olunub. Avtomobil qəza vəziyyətindən çıxarılıb və belə deyə də işə düşürmüş. Sadəcə işləyəndə işıqlar filan, nə bilim, özünü pis aparırmış. Aparıblar ustalara ki, bəs düzəltsinlər. Düzəltməyə çalışanda nəsə olub, bilmirəm, harda olub, necə olub. O nəsə avtomobili artıq 4 aydır yerindən tərpənməyə qoymur. Avtomobil 4 aydır tərpənmir. Bizdən də qabaq həmin o 4 ay ərzində başqa-başqa ustalara göstəriblər. Nə bilim, hər belə deyək də, hər servisdə demək olar ki, bir müddət qalıb da, harda ki, təmirə boyun olublar. Dərdini tapa bilməyiblərmi, yoxsa nədirmi? Yekun nəticədə Aqil dedi ki, bəs Torul müraciət ediblər, bəlkə baxaq o maşına. Mən dedim, problem yoxdur, gətirsinlər, baxaq görək nə məsələdir, niyə işə düşmək istəmir. İndi biz onun dərdini aşkarlamağa çalışırıq ki, görəsən, niyə işə düşmək istəmir avtomobil. Deməli, vəziyyət belədir, tikə paradır maşın. Qabaq kırılı başqa, KAMAZın altına girib, hara girib. Eyvah. Bilən şeylər filan. Jakdır da, jak. Eyvah, vəziyyət belədir. Bunu işə salmaq lazımdır. Uşaqlar əziyyət çəkiblər. Xod deyə bilməyiblər. Baxacaq görək nə məsələdir. Heç zamok açılmır. Bir key undetected. Açardayım. Blokudur. Delfin. Baxarıq görək. Bu necə işə salacaq? Salyarkadır bu. Bizə mükəlləf olan mı işə salmaqdır. Vəssalam. Başqa heç nəyinə baxmayacaq. Baxarıq. Deməli, jakı salmışıq içəri. İşləyir üstündə. Məsələ belədir. Bizdən qabaqçı ustalar sağ olsunlar. Deməli, zamok açılır açılmağına. Amma çekin işığı yoxdur. Düz deyəcəksiniz ki, çekin işığı yoxdur, nə bilim, nə bloku ayırmışsan. Əlbəttə ki, blokun qidalanması yoxdur da. Yəni, bloku qoşanda da çekin işığı gəlmir. Deməli, bax, burada bizdə olmalıdır plus. Deyək, bax, burada. Deyək, burada. Bax, 2 dənə də olmalıdır plus. Bax, burada. Burada da heç nə yoxdur. Nə bunda var? Nə də bunda var. İndi axtarıq görək ki, bu plus hara gedib. Massa var. İndi plusu axtarıq ki, bu blok ayılsın. Neyiniblər? Bu blokun da üstünə beləcək hərflər zatlar. Deyir, blok ustasında da olub. Deyiblər ki, blokda problem yoxdur. Yəni, bizə belə deyiblər. Biz də tapıb indi o plusu qoymalıyıq yerinə. İndi axtarıq. Görək indi başımıza nə gəlir. Davam eləyək. Deməli, cəmaət, jakın dərdini tapmışıq. İndi göstərəcəm sizə. Deməli, bu reli zamokdan kommutasiya olunmalıdır. Arxaya mühərriki idarə etmə blokundan. Deyib, bu reli. Qidalandırmalıdır bu predəxrançiliyi, bu qoruyucudur. İndi burada 20 amperi qoruyucu var. Bunu qidalanmalıdır. Bu 20 amperi qoruyucu da həmin o göstərdiyim qırmızı kabellərin eləməlidir, qidalandırmalıdır. İndi sizə göstərəcəm ki, bu qırmızı kabel buradan çıxdı, belə getdi. Ənət sənə kar şeytan. Deyib, gəldi, çıxdı bura. Baba, gəldi, çıxdı bura. Gördünüz? Deyib, bu qırmızı kabeldir, orada. Budur. Bunun da şpingaleti, yəni ştekeri. Deyib, baba,
Bu iştekerdi. Bu işteker. İşteker. Bu ne iştekerdi? Çıxart abi, çıxart, mən çıxart. Tək əllə işləyə bilmədim. Davay çıxardan oradan. Ay, sol. İndi sox onu ora. Baba, bu belə olmalıdır. İndi bu belə olandan sonra indi baxın. Lənət şeytan. Bu belə olandan sonra bura nə gəlməlidir? Plus gəlməlidir. Amma zamok aktiv olmalıdır ki, zamok aktiv olmalı. Yəni. Zamok açılandan sonra blok oyanmalıdır. Blok oyanandan sonra bir de bax bu ben gösterim. Ne. De bu. De. Ha. De bu. Bu naqil, bu naqil. Gedir həmin o releyin ayağına. Getdik releyin ayağına. De baba, de vardadır. De. Ha, gördünüz. Bax gəlir bu releyin ayağına. Bu rele yenə də deyirəm, kommutasiya olmalıdır. 30-cu klemanı birləşdirməlidir və blok işləməlidir. İndi biz nə edirik? Gedirik bloku qoşmağa. Deməli gəldik blokun yanına. Yəni molodix eləyib ha. Yəni bilmirəm hansı eləyib, amma yəni sağ olsunlar da. İşləyiblər, düzəltmək istəyiblər, amma nəsə 1500 manat zat iyisi gəlir buradan. Deyirlər blokun qiyməti o qiymətədir. Deməli belə. Biz bunu buraya taxdıq. Nə oldu mənim də əlim, hə. Onu da taxdıq bura. Düzdür. İndi Aqil. Mən deyəndə bir dənə o şeyi oyadarsan releni. Gözlə bir dəqiqə. Deməli belə. Bu yəqin ki bizim kinonun birinci hissəsi olacaq. Hə. Deməli bu zamok açıqdır, çek yoxdur. Ümumiyyətlə blok əlaqədə deyil. İndi nə edirik? Biz burada plusu axtarırıq. Ha. Gördünüz, heç nə yoxdur. Bursunda burada da heç nə yoxdur. Burada da heç nə yoxdur. Hə, indi gözlə. İndi artıq bu naqil, baba bu naqil. Hə. Bir də bu naqil o bloku oyatmalıydı. Hərəkətdə. Hə, de buradadır. De bu. Oyatmalıydı. Oyatmayıb. Çünki bunun özündən də heç nə çıxmır. İndi biz bunun yerinə ora massa veririk через kontrolka. Baxın görün nə baş verir. Hə, oyat görüm. Gördünüz? Plus gəldi. Gördünüz? Bax burada da plus var. Burada da plus var. Burada da plus var. 3 tane plus. Bir də zamokdan sonra plusdur. O da var. Onu da yoxlamışam. Buradadır. Bu tərəfdədir. Şpinqaletin altındadır. Və salam. Şüt tamam. Deməli belə ayır. Həmin momentdə də çeki yanmır. Yəni blok oyanmır. Deməli məsələ nədir? Orada zamykaniya eləyiblər. Zamykaniya qısa qapanma. Qısa qapanma eləyiblər. Bloku yandırıblar. Yəni blok ustası da deyib ki, mən bloku qoşmuşam stolda, hər şey salamatçılıqdır ya da əlaqə. Aqil, blok ustası nə deyib? Blok yanıbsa zamok açılmamalı. Hə, blok yanıbsa zamok açılmamalıdır. Sahibinin dediğindir mi? Deyə bilmədim. Aşırıq da bitər. Blok da bir də belə bir delfidir. Heç nə gözləyə də gəlsin blok. Baxarıq, kinonun davamını çəkərik. Belə bir maraqlı əhvalatla üzbəyüzük. Burada işıqlar da aləm dəyib bir-birinə dəymişdi. Nə o işdə razı düzəldəndən sonra düzəlir, amma qapı bağlananda işıqlar sönmür. Nə bilim, oynaqlayır da işıqlar. İndi baxacağıq görək. Aha. Nə o qardaş, hələ birinci bir xoddansın. Hə də. Şüşələr işləmirdi də. Vəssalam. Vəssalam. Yerə nə olacaq?
Neçəyədir bu blok? Belə.